30 yaşlı Azərbaycanlı səyyah bu dəfə fərqli və uzun müddətli səyahətə çıxıb. Məqsədi Kür çayının yuxarı axınından başlayaraq tək nəfərlik qayıqla çayın aşağı axını boyunca avar çəkmək və 550 kilometrdən artıq məsafəni qət edərək Xəzər dənizinə birləşdiyi əraziyə çatmaqdır. Gənc səyyah artıq bu marşrutun böyük hissəsini geridə qoyub. 20 gün ərzində təxminən 500 kilometr məsafəni qət edən səyyah qarşıdakı son kilometrləri də avar çəkərək başa vurmağı planlaşdırır. Səyyah deyir ki, bu yalnız fiziki güc və dözümlülük tələb edən səyahət deyil. Mənim məqsədim Kürü fəth eləmək idi, Kürü keçmək idi. Çox istəyirdim uşaqlıqdan. Mən Şirvanda, köhnə adı ilə Əlbayramda böyümüşəm. Kür qırağına gedirdik və düşünürdüm ki, bu Kürü necə getmək olar, hardan başlayır, harda bitir. Kürü fəth eləyirik, artıq az qalıbdır, 500 kilometr gəlmişəm, toplam məsafəmiz 550 kilometr idi. İnanılmaz xatirələr yığmışam, insanlarla tanış olmuşam. Hara getsəm, hansı ki pulu ilə ödəyib almaq istəsəm, bu xatirələri ala bilməzdim. Saysız hesabsız dost qazanmışam, tanış yox, dost. Əlaqədəyik, nömrələşmişik. Layihənin əsas məqsədlərindən biri də avar çəkmə idmanını gənclərə sevdirmək və sağlam həyat tərzinə marağı artırmaqdır. Burada əsas istəyim odur ki, bunu pələng elədi, biz qıraqda duraq yox. Məndən daha üstünə eləyə bilən varsa bizim gənclərimizdən onu eləsinlər. Təbii ki də təhlükəsizlik tədbirlərini alaraq, hər şey məntiq çərçivəsində mən çağırış eləyirəm ki, bizim gənclər yığılıb, misal üçün deyirəm, Salyanın bir başından Neftçalıya qədər avar çəkərək gedə bilərlər. İdman gözəl bir şeydir. İdman insanın əsasən ruhunu gənc tutur, sonrasında fizikini gənc tutur. Səfərin digər mühüm mesajı isə ekologiya ilə bağlıdır. Gənc səyyah Kür boyunca hərəkət etdikcə çayın və ətraf ərazinin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkməyə çalışır. Onun sözlərinə görə təbiətin qorunması yalnız adiyyəti qurumların deyil, hər bir insanın məsuliyyətidir. Kür masifi çox gözəldir, turizmə də çox açıqdır. Mən düşünürəm ki, başqa bir ölkədə olsaydı, burada fərqli nüanslar yaratmaq olardı. Təbii ki də insanlar əlindən gəldiyi qədər restoranlar açmağa çalışırlar Kür qırağında. Bir nə qədər ağcaqanadlar problem olsa da, Aran bölgəsinə yaradan günorta isti verib, axşam ağcaqanad verib, amma yenə də bu turizmə əngəl deyil. Turizmə qəşəng əlverişli yerlər var, mən çox gördüm. Əsasən Ağdaş, Sərdab tərəflərdə çox gözəl meşə masifləri var və çox da təbiət olaraq rahat idi, səliqəli idi. Rayonlara, kəndlərə yaxınlaşdığın zaman bir az çirkliliklər görə bilirsən, bəzi yerlərdə zibilliklər görə bilirsən. Bunu da Şirvandan gəlib biz eləmirik və Lənkərandan kimsə gəlib eləmir. Həmin kənd sakinləri, həmin rayonun insanları edirlər. Ümid edirəm daha diqqətli olarlar, çünki mən üzülürəm, sözün açığı, hər hansı bir X vətəndaşı da və ya Avropadan bir bloger tanışımız da ola bilərdi, yaxın Türkiyədən ola bilərdi. Bu səfəri mənimlə o da qət eləyə bilərdi. Və belə bir mənzərə ilə qarşılaşmaq xoş olmaz. Beləliklə, bir qayıq, bir avar və yüzlərlə kilometrlik yol. Azərbaycanlı səyyah Kürün axarı ilə Xəzərə doğru irəliləyir. Qarşıda isə onun üçün səyahətin son, lakin ən yadda qalan kilometrləri var. Qeyd edək ki, gənc səyyah Şahbələng bir çox xarici ölkələrdə səyahət olunur.